Salam aleykum. İnşallah bu gün mədə-bağırsaq haqqında danışmaq istəyirəm. Mədə-bağırsağın fəaliyyəti, sonra əsəblər niyə pozulur, insanın niyə rahatçılığı olmur. Bu haqqda danışmaq istəyirəm. Çox insanlar mənə kütləvi şəkildə yazırlar ki, biz qəbzik, biz neyniyək? E, Bilirsiz qəbz necə? Yəni insan 2-3 gündən bir bayıra gedirsə, artıq o qəbz sayılır. Onun mədə-bağırsağı işləmir normal şəkildə. Çox insanlar deyir, çörək yeyən kimi qarnımız daş kimi olur. Nə bilim, kömür atırlar, aptekdən 1000 cür dərman atırlar, faydası yoxdur. İnsanlarda var ki, bayıra getmək üçün dərmandan istifadə edir. Bu bilirsiniz nə deməkdir? Bu fəlakətdir. Yəni insan bağırsağın elə bir vəziyyətə salmalıdır ki, o gözəl şəkildə işləməlidir. Gündə 2-3 dəfə bayıra getməlidir. Səhər yediyin axşam getməlidir bu axşamüstü. Axşam yediyində səhər getməlidir. Növbəti günücü bağırsaq təmiz olmalıdır. Növbəti günə başlayırsan, qidaları qəbul edin, yenə də təmizlənməlidir bu. Yəni bu təmizlənmirsə artıq ora infeksiyadır, toksindir. Orada yəni sağlamlıqdan söhbət gedə bilməz. Qan zəhərlənir. Baxın, bizə hər gün qaraciyər 1 litr öd istehsal eləyir, verir ki, həzm prosesində iştirak eləsin. Bəzi insanlarda bu qaraciyər yaxşı olmur, 200 qram verir, bəzilərində lap 100 qram verir. Ona görə də bağırsaq işləyə bilmir, bağırsağı işlədən öddir. Bağırsaq elə bil ki, bax, belə işləməlidirsə, bağırsaq başlayır səhərməyə. Ona görə də bağırsaq işləmir. Sizin dərman atmağınız yəni fayda verməyəcək. Siz nə edirsiniz? İlk öncə qaraciyərinizi müalicə edin. Əsas qaraciyərdir, hər dəfə deyirəm. Çünki bizim normal şəkildə bizə 1 litr ödümüzü versin. Təsəvvür eləyin ki, mən bu araşdırmaları aparırkən, mən əmin olmaq üçün ki, qaraciyər bizə nə qədər öd verir. Bir xəstə qardaş var idi, qaraciyərindən əməliyyat olub. Elə bir öd yollarında problem olduğu üçün qaraciyərindən əməliyyat olub. Öd yarısı şlant vasitəsilə bayıra axır, yarısı da 12 barmaq bağırsaqda qidaların üstünə tökülür. Mən o qardaşla danışdım və soruşdum ki, bu yəni nə qədər öd gəlir? Dedi, yarım litr çölə gəlib tökülür bayıra, atır çölə. Yarım litrdə qidaların üstünə tökülür 12 barmaq bağırsaqda. Yəni mən tam əmin oldum ki, artıq 1 litr bizə öd verir. Siz görürsünüz, mən nələri araşdırıram, orqanizmi tanımaq üçün. Buna nə lazımdır? Sonra öd yolları möhtəviyyatı qatı olur. Bunu durultmaq lazımdır ki, öd rahat şəkildə gəlsin. Qaraciyər hazırlayıb bizə verdisə, rahat şəkildə gəlsin, tökülsün qidaların üstünə. Əgər o gəlməyəndə mədə-altı vəz fermentlərini hazırlayır ki, qida parçalamaqda iştirak eləsin. Öd gəlməyəndə o da qalır orada. O da qalır orada, çox kəskindir onun möhtəviyyatı. Özünü yandırır, mədə-altı vəzi yandırır. Zaman keçdikcə artıq şəkərə tutulursan. Çünki mədə-altı vəz işləmir, insulin istehsal eləmir. Çox kəskindir, yenə də deyirəm. Onun 1 qram mədə-altı vəzin fermenti 70 yumurtanı həzm eləyə bilər. Yəni o cür taxtanın üstünə tök, taxtanı yandırar o. Ona görə də o mədə-altı vəzin birbaşa 12 barmaq bağırsağa axacağı yoxdur. O fermentlərini hazır qoyur, qida yeyəndən sonra öd gəlir, öz möhtəviyyatını, mədə-altı vəzin möhtəviyyatına qarışdırır, 12 barmaq bağırsaqda qidaların üstünə tökülür ki, həzm prosesi keçsin. Əgər öd gəlməsə, mədə-altı vəzə fermentlərini hazırlayıb qoyub gəlmədi, artıq burada hansı həzm prosesindən söhbət gedə bilər? Nə öd yoxdur, nə də mədə-altı vəzin fermentləri gəlib çıxmadı qidanın üstünə. Burada artıq həzm getməyəcək, orada köp də yaranacaq, qaz da yaranacaq, bütün bağırsaqlar sıradan çıxacaq. Bax, bunu təmir eləmək lazımdır. Bir gün evdə plastik qabda zibili saxlayırıq. Vallahi ki, axşama doğru artıq evi iyi basır. Orada insan dayananda özü də narahat olur, iydən boğulur da. Təsəvvür edin ki, bağırsağımız ət parçasıdır. Onun içində nəcis qalır. Görün burada necə, yəni üfunət iyi yaranır. Orada toksin, infeksiyalar, bütün hamısı oradadır. Yəni bu təmiz olmayanda bağırsaq özü qıcıqlanır. Bağırsaq ona görə də insana rahatçılıq vermir. İkinci beyindir. Bunu sizə mən hər dəfə öz dilinizdə başa salıram ki, başa düşəsiniz ki, orqanizm nədir? Bunun nə vermək lazımdır? Yəni insan məsələn üçün səhər açıldı, səhər qidalandı. Yəni axşama qədər saat 6, 7, 8 arası bayıra getməlidir. Getdi, axşam yediyini isə səhər duran kimi birbaşa ayaq yoluna getməlidir. Yəni bayırı gəldi, gəlmədi. Bunu belə nizamlamalıdır. Bax, lifli qidalar yeyin. Sonra qaraciyər təmizləyin ki, bizə 1 litr ödü versin. Öd yollarını təmizləyin ki, öd gəlib mədə-altı vəzdən fermentləri götürə bilsin.
Bunları hamısını təmin eləyin ki, bağırsaq normal şəkildə işləsin. Çoxları səna çayı içir bayıra getmək üçün. Guya qəbizliyi aradan qaldırırlar. Bu səna çayı zaman gələcək sizə heç bağırsağın işləməyinə işləyə də bilməyəcək. Çünki səna çayı elə bir şeydir ki, onu uzun müddət istifadə eləmək olmaz. Yəni tək-tük hallarda istifadə eləməlidir insan onu. İnsan onu bütün qidalarla eləməlidir. Bax bu lifli qidalar yeyərək orqanizmini, mədə bağırsağını mükəmməl bir vəziyyətə gətirib çıxartmalıdır. Peyğəmbərimiz buyurub ki, bütün fəsadların yuvası mədədir. Mədə, bax oradan başlayır. Mədə və 12 barmaq bağırsaq. Çünki sirli orqandır 12 barmaq bağırsaq. Bütün proseslər orada gedir. Qidaların soğurulmağı, əmilməyi, hamısı mənimsəməyi orada gedir. Bax, oranı təmiz saxlamaq lazımdır. İnsan bir gün artıq bayıra getmirsə, narahat olmalıdır. Çünki narahat olmalıdır ki, artıq orada sonda, yoğun bağırsaqda nəcis qalıbsa, artıq bağırsaq o toksinlər yenə avratını soğuracaq, sizdən xaric olmasa, yenə də o toksinlər geri soğuracaq, qan burada zəhərlənə gedəcək. Bax, bizim xəstələnməyimizə səbəb bax buradan yaranır. Bizim qanımız zəhərlənir. Keyfiyyətli qan yaratmaq lazımdır orqanizmdə. Öz orqanizmini tanıyan insan özü özünün həkimi olur. Bütün orqanları müalicə eləyə bilir. Çünki öz orqanizmini tanıyır. Yəni biri məsələn üçün terapevtdir, biri nə bilim onkoloqdur, biri pulmonoloqdur. Hər məsələn üçün orqanın öz həkimi var da. Amma insan özü öz orqanlarını tanısa, bütövlükdə hamısının həkimidir. Və bitkilərlə, qidalarla ona elə düzəliş verirsən, orqanizm normal şəkildə çalışır. Yəni bağırsağınızı hər zaman təmiz saxlayın. Çalışın 2-3 dəfə gün ərzində bayıra gedin. Əgər getmirsinizsə, heç olmasa bir dəfə getməlisiniz. Əgər getmirsinizsə, artıq siz narahat olun ki, məndə proses düzgün getmir. Mənim qanım zəhərlənə gedir. Siz bu tərz sağlam yaşasaz, nə həkim tanıyacaqsınız, nə də aptek. Pulunuz cibinizdə qalacaq. Gedin, gözəl gəzin, yeyin, için. Yəni həyatınızı gözəl yaşayın. Vallahi ki, həkimlərə düşəndən sonra oradan qurtulmaq olmur. Elə ilişib qalırsan orada. Bütün həyatın qarışır. Ona görə sağlamlıq insanın öz əlindədir. Ona görə bu videoları zaman-zaman paylaşıram ki, nə həkim tanıyansınız, nə də aptek. Allah bütün xəstələrə şəfa versin, bizlər də onun içində. Amin.